Salam uşaqlar, bugün İzə Nəşriyyatın 4-cü siniflər üçün olan monitorinq suallarının riyaziyyatı ilə tanış olaq. Monitorinq 2-nin riyaziyyatına qalmışdıq. Monitorinq 2-nin riyaziyyatının izahına başlayaq. Nə deyir? Burada 31-ci sualdan başlayır. Deyir, hansı bənddə, yaxınlaşdıraq, hansı bənddə çıxılanı açıq şəkildə yazmaqla fərq hissi isə doğru tapılmışdır. Baxar, çıxılanı soruşur bizdən. Çıxmanın komponentləri var idi. Uşaqlar, çıxmanın komponentləri bildiyimiz kimi hansılar idi? Azalan, çıxılan, fərq. İndi bizdən çıxılanı soruşur. Baxa, A variantı da deyir ki, 8534 çıx 3968. Burada birbaşa cavabı verib bizə. Amma bizə nə deyir? Çıxılanı deyir, açıq şəkildə yazmaqla. Yəni, mərtəbə qiymətləri şəklində açmaqla tapılmalıdır. Demək, baxırıq B variantına. Biz də burada göründüyü kimi B variantı bizim doğru cavabımız olacaq. 9758 çıx 4047. 9758 çıx 4047. İndi bizdən nəyi soruşur? Bizə deyir ki, çıxılanı. Demək, mən bu çıxılanı açıq şəkildə yazmalıyam. Azalandan işim yoxdur. Azalanın olduğu kimi saxlayıram. 9758 çıxıram 4047. 4047-də burada mərtəbə şəkillər yazaq burada. Bax, təklikdir, onluqdur, yüzlükdür, minlikdir. Neçə dənə minliyimiz var burada? 4 dənə minliyimiz var. 4 dənə minliyimiz var. Yüzlüyümüz yoxdur. Yüzlüyü yazmıram. Nəyə görə? Çünki yüzlük mərtəbəsində 0 dayanıb. Neçə dənə onluğumuz var? 4 dənə onluğumuz var. Çıxacam 40. 7 dənə də təkliyimiz var. Çıxacam 7. İlk öncə burada 9758-dən çıxacam 4000-i. Qalacaq. Neçə qalacaq? 5758. 5758. Sonra bu 5758-dən çıxacam 40-a. Bərabərdir. Neçə qalacaq? 5718. 5718. Bu 5718-dən də 7-ni çıxanda qalacaq 5711. Bizim bax, çıxılanı açıq formada yazılmaqla fərqi neynədir? Hissə tapdıq. Doğru cavab bizdə B variantı olacaq. Digərlərində də fərqlər, cavablar düzgündür, amma çıxılanı düzgün formada ayırmır. Məsələn, burada C variantında baxaq, 1637-dən 311-i çıxıb. 1637-dən işimiz yoxdur, bu azalandır. Amma çıxılanın neyniyib? 300 çıx 11 yazıb. Burada neynəməlidir? 300 dənə, 3 dənə yüzlük var, düzdür. Amma çıxılsın 11 təklik formasında xeyr. 10 dənə onluq var, bir dənə təklik var. Bax, bu formada yazmalıydı. D variantında da həmçinin. Burada düzgün ayırmadığına görə düzgün ayrılmış şəkil olacaq B variantında. Keçək, bu bizim 31-ci sualımız idi. Keçək 32-ci sualımıza görə nə soruşur bizdə? 32-ci sualımızda. Deyir ki, 2847 və 1564 ədədlərini yüzlüklərə qədər yuvarlaqlaşdırıb sonra cəmləyək. Baxaq, 2847, 2847-ni və 1564-ü. Mənə deyir ki, bunları yüzlüyə qədər yuvarlaqlaşdır. Təklik, onluq, yüzlük 8-dir. Burada da yüzlüyümüz nədir? 5-dir. Baxıram. 8-dən sonraki ədədə 4-dür. 4-dürsə, nə demişdik? Artmayacaq, olacaq 2800 bunu yuvarlayanda. Digərində isə 5-dən sonraki ədədə baxıram 6-dır. 6 olduqda bir vahid artırdı. Olacaq 1600. Bunları məndən cəmlə deyir. 0, 0, 4. Bu da 4. Nə olacaq? 4400. Hansı bəndimiz olacaq? B bəndi. Keçək. 33-cü sualda görək bizdən nə istəyir? 33-cü sualımız. Deyir ki, hansı bənddəki ədəddən 4376 çıxıb fərqi yüzlüklərə qədər yuvarlaqlaşdırsaq 5000 alınar. Gəl baxaq variantlara. A variantına baxıram ilk öncə. 9345
Çıxılsın istəyir bizdən. 4376-nı çıxıram. 15-dən 6 çıxıram 9, 13-dən 7 çıxıram qalır 6. Düz çıxdıq. 9345, 4376. Aha. 12-dən 3 çıxıram qalır 9. Buradan da 8 qalmışdı. Bu da olacaq 4. Bunu mənə indi deyir ki, yüzlüklərə qədər yuvarlaqlaşdırıram bu ədədi. Yüzlüklərə qədər yuvarlaqlaşdıranda 9-un altından xətt çəkirəm, baxıram özündən sonrakına. Nə olacaq? Özündən sonraki 6-dır. 6-dırsa nə demişdik? Bir vahid artır. Buradakı 9 olduğuna görə bu 10 buna təsir edir. Keçəcək bu 4-ün üzərinə, minliyin üzərinə olacaq 5000. Elə bizim doğru cavabımız olacaq A bəndi. Nümunə üçün birinə də baxaq, B variantına da baxaq. Görək yuvarlaqlaşdıranda neçə alınacaq? 8664-dən ilk öncə çıxacam 4376-nı. Çıxaq. 14-dən 6 çıxıram, qalır 8. Sonra 15-dən 7 çıxıram, qalır yenə 8. Sonra 15-dən 3-ü çıxıram, 15-dən yox, 5-dən 3-ü çıxıram, qalır burada 2, burada da 8-dən də 4 çıxıram, qalır 4. Bu ədədi yüzlüyə qədər yuvarlaqlaşdırsam, nə olacaq? 4300. 5000 olmadı. Amma bizdən 5000 alınır. Digər bəndləri də yoxlasaq bu formada görəcəyik ki, 5000 alınmayacaq. Ona görə burada bizim düzgün variantımız olacaq A bəndi. Keçək növbəti 34-cü sualımızda görək bizdən nə istəyir? 34. Deyir, 3 ardıcıl tək ədədin cəmi 105-dir. Bu ədədlərdən kiçik olanı neçədir? 3 ardıcıl tək ədəd. Uşaqlar, ardıcıl ədədlər, tək ədədlər, cüt ədədlər fərqi yoxdur. Neçə artır? Bilirik ki, 2 artır. Məsələn, 1, 3, 5, 7, 9, 2 artır. Həmçinin cütlərdir. İndi bizdən 3 ardıcıl tək ədədin cəmini soruşur. Bunu tənlik formasında yazanda daha asan olur. 3 ardıcıl tək ədəd yazıram. Məsələn, x üstə gəlmək 1. X üstə gəlmək 3, tək ədədləri götürürəm və x üstə gəlmək 5. Məndən bu tək ədədlərimin deyir ki, bunların cəmi 105 eləməlidir. İndi mən bu tənliyi hesablasam, bax 3 ardıcıl tək ədəddir alınacaq. Baxa, gəl birinci toplayaq. X. Neçə dənə x oldu? 3 dənə x oldu. Üstə gəlinsin. 1, 3, 5. Bunları topladıqda 4, 5 edir 9. Bərabərdir 105-ə. İndi tənlik alındı mı uşaqlar? Bu tənliyi də həll eləməliyəm. 3 x-i saxlayıram, bərabərdir. 105-dən 9 çıxanda neçə qalacaq? 15-dən 9 çıxanda qalacaq 6. Burada da nə qalmışdı? Ondan götürmüşdük bir dənə. Qalmışdı 96. Demək, burada da x-i tapanda bu 96-nı neynəməliyəm? 3-ə bölməliyəm. Neçə eləyəcək? 32. X-imi tapdım mı? 32. İndi bizdən nə soruşur? Deyir ki, bu ədədlərdən kiçik olanı neçədir? Bax, qoyacam yerinə. Bax, bu mənim birinci ədədimdir, ikinci ardıcıl deyir axı. Ardıcıl ədədimdir, bu da üçüncü ədədimdir. Bax, 32. X-i 32 tapmışam. Üstünə 1 qoyanda rəngimizi dəyişək. Üstünə də 1 gələndə 30 olacaq 3. Növbəti ədədimiz olacaq 32-nin üstünə 3 gələndə 35. Bu da 37. Demək, alındı mı bizim uşaqlar ardıcıl 3 dənə tək ədədimiz? Bəli, bunlardan ən kiçiyi hansıdır? 33. Baxaq indi bu hansı variantdadır? A variantında. Sonra keçək növbəti 35-ci sualımıza. Görək bizdən nə soruşur? 35. Bizə deyir ki, 665 çıxılsın 338 əməlində ədədləri yüzlüklərə qədər yuvarlaqlaşdırıb, sonra fərqi tapın. Çıxaq, baxaq. 665. Çıxıram 338-i. 15-dən 8-i çıxıram, qalır 7-miz. 5-dən 3-ü çıxıram, qalır 2. Bu da 3.
Sonra nə istəyir bizə? Bu ədədi tapdım. Bu ədədi yüzlüklərə qədər yuvarlaqlaşdır mənə deyir. Yuvarlaqlaşdırdım. Özündən sonraki 2-dir, artmır. Olur 300. Sonra nədir? Yuvarlaqlaşdırıb sonra fərqi tap. Aha. Fərqi tapdım. 300. Hansı bəndimiz? A bəndimiz. Sonra növbəti 36-cı sualda bizdən nə istəyir? Deyir ki, aşağıdakı çıxma əməlinin hansında fərq ən çoxdur? Baxaq çıxma əməllərimizə. 3 dənə variant verib. Aha. Yazaq bir dənə. 543 çıxılsın 191. Digər nədir? 511 çıxılsın 411. Digər neçədir? 241 çıxılsın 51. İndi baxaq görək, burada ən çox fərqi olan hansıdır? 3-dən 1-i çıxıram 2, 14-dən 9-u çıxıram. Neçə də oldu bu? Aha, buradayıq 5. Sonra buradan bir də vahid götürmüş 4. Burada 3. 352 bu oldu. Sonra 511-dən 411-i çıxıram. 1-dən 1 çıxıram 0. 1-dən 1 çıxıram 0. Bu da 1. Sonra 241-dən çıxıram 51-i. 0. 14-dən 5-i çıxıram. Neçə qalır? 9. Burada da 1 qalmışdı 190. İndi bizdən soruşur ki, çıxma əməlində hansında fərq ən çoxdur? Hansında fərq ən çox olacaq? A bəndindəkində. Sonra növbəti 37-ci sualımıza baxaq. Görək 37-ci sualımızda bizdən nə soruşur? 37. Deyək. 37-ci sualımız. Nə deyir biz 37-də? Toplama əməlində A, B, C, D ədədini tapın və yüzlüklərə qədər yuvarlaqlaşdırın deyir. Baxaq bu toplama əməlimizə. 8492 üstə gəlisi 1211. Toplayanda 2-dən 1-i 3, 10, 4-ün üstünə 2, 6, yadda da 1 var 7. Bu da olacaq 9. Sonra A, B, C, D ədədini tapdıq mı? Bax, bu A-dır, bu B-dir, bu da C-dir, bu da D-dir. Aha. Yüzlüklərə qədər yuvarlaqlaşdıraq da. Baxıram 7-dən sonraki ədədə 0-dır. 0-dırsa artmır. Olacaq 9700. Hansı bənd? A bəndi doğru cavabdır bizdə. Sonra növbəti sualımız olacaq. 38-ci sualda görək bizdən nə soruşur? 38-ci sualımız deyir ki, sözlərlə yazılışı 607481 olan ədədin minliklər mərtəbəsində hansı rəqəm durur? Bax, sözlərlə yazılışı 607481. Mən bunu siniflərə ayırıb yazacağam ki, rahat olsun. Bax, siniflərə ayıranda, bax, burada neçə dənə sinif görürəm? 1000 görürəmsə, demək 2 dənə sinif var. Təklik sinifi var və minlik sinifi var. Təklik sinifimizdə hər sinifdə deyirik ki, 3-3 qruplaşır. 3-3 ədəd olmalıdır. 1, 2, 3. Bax, bu mənim olacaq təklik sinifim. Təklik sinifim. Təklik sinifində nə eşidirəm? Bax, 1000-dən sonraki sözləri oxuyuram. 481. 481 oxudum. Bu oldu mənim təklik sinifim. Keçirəm minlik sinifimə. 2, 3. Bu da mənim minlik sinifim. Minlik sinifində bax, 1000-dən əvvəlki sözü oxuyuram. 607.000. 607.000. Nə eşidirəm? 607. Aha, düzəldimi mənim ədədim? 607.481. Ədədimi yazdım. Bu ədədin deyir, minliklər mərtəbəsində hansı rəqəm durur? Minliklər mərtəbəsində. Təklik, onluq, yüzlük, minlik, 10 minlik, bu da 100 minlik. Minlik mərtəbəsində duran ədəd hansıdır? 7. B bəndi. Bu da belə. Baxaq 39-cu sualımıza.
39. Ne deyir bizə 39-cu sualda? Deyir 4000 ulduz 136 ədədinin rəqəmləri cəmi 21-dir. Bu ədədlə 2149 ədədinin fərqini tapın və həmin fərqin 5348 ədədi ilə cəmini yüzlüklərə qədər yuvarlaqlaşdırın. Şərtin uşaqlar sonuna çatdım, əvvəl yadımdan çıxdı. Nə deyir bizə? Neynəyək bunu? Hissə gedək. Yazaq 4000 bu 100 bilmirəm neçədir indi, bunu tapmalıyam. 36. Aha. Bu ədədin deyir rəqəmləri cəmi 21-dir. Bu ədədin rəqəmləri cəmi 21-dir. Gəl indi bu ədədin rəqəmləri cəmi necə tapırıq? 4 üstə gəlirəm ulduzu, üstə gəlirəm 3-ü, üstə gəlirəm 6-nı bərabərdir 21 eləməlidir. 4-ün üstünə 3-ü ulduzu saxlayıram uşaqlar burada. 4-ün üstünə 3 gəlirəm 7, 7-nin də üstünə 6 gəlirəm eləyir 13. 13 bərabərdir 21. Ulduzum da bərabərdir 21-dən 13-ü çıxanda nə qalacaq? 8. Demək tapdıq biz ki, bu yüzlük burada neçə imiş? 8. Bizim ədədimiz neçə oldu uşaqlar? 4836. Bu ədədin rəqəmləri cəmi eləyir 21. İndi bizdən nə soruşur? Deyir ki, bu ədədlə 2149 ədədinin fərqi. Mən bundan çıxmalıyam. 2149'u çıxmalıyam. Aha, 16-dan 9'u çıxıram, nə qalır? 7. 12-dən 4 çıxıram, 8. Sonra burada qalıb 7, 6. 4-dən də 2-dən 2687. Fərqini tapdımı? Sonra məndən nə istəyir? Deyir, həmin fərqin 5348 ilə cəmi. İndi mən bu fərqin üstünə 5348-i gəlməliyəm. 48-i gəlməliyəm. Bu eləcə 15. Bu 8, 4, 12. Yadımızda da bir 13, 9, 10. İkinin də üstünə 5 gələndə 7. Orada da 1, 8. İndi məndən bunu cəmini yüzlüklərə qədər yuvarlaqlaşdırmağımı istəyir. Yüzlük. Baxıram özündən sonraki ədədə 3-dür. Demək artmayacaq. Ədəd necə olacaq? 8000. 8000 görək hansı bənddə verilib? A bəndində. Baxaq, uşaqlar 40-cı sualımıza nə deyir bizə? 40-cı sualda deyir ki, ulduz kiçikdir. 236768 çıxmaq 8475. Bax, bunun fərqindən ödəyən ən böyük ədədi tapmalıyam mən indi. Gəlin hesablayaq. 236768-dən çıxmalıyam 8475-i. Çıxanda 8-dən 5 çıxanda 3 qalır. 16-dan 7 9 qalır. Sonra 6-dan 4 çıxanda 2. 16-dan 8 çıxanda 9. Burada da qalıb 22. Bu ulduz bundan bir vahid kiçiyi götürməliyəm. Çünki ən böyükünü soruşur məndən. Bu ulduzumuz da olacaq 229293. Bundan məndən 38469 ədədinin fərqini soruşur. 38469 ədədinin fərqini soruşur məndən. Bu da olacaq yox, 293 yox, 292 götürməliydik. Biz burada ən böyük, burada 2. 292 ulduzu. 293-dən biri vahid kiçiyin. Aha, burada olacaq 3. Bu olacaq 2, 8, 9. Bu da olacaq 18. 189.823. Hansı bənddə verilib? C bəndində. Keçək növbəti 41-ci sualımıza. Görək nə deyir bizə 41-də. Deyir ki, 847 və 8275 ədədlərinin cəmindən 4184 vahid kiçik olan ədəd neçədir? Gəl ilk öncə 41-ci sualımız. 8275-in
üzərinə gəlirəm. 847-ni görək. 12, sonra 11, yadda da bir, yenə 12, 10, orada da bir, 11, bu da 9, 9122 ədədi ilə 4184 vahid kiçik olan ədədi soruşur məndən. Demək, çıxacam 4184-ü 8, 3, burada qalıb 9, bu da 4. 4938 hansı bənddə verilib? A bəndində. Baxaq növbəti 42-ci sualımıza. Görək bizdən nə soruşur 42-ci sualımızda. Bizə deyir ki, 2 rəqəmləri fərqli 3 rəqəmli ədədin cəmi 210-dur. Bu ədədlərdən ən böyüyü ən çox neçə olar? Bizə neçə dənə ədəd lazımdır? 2 dənə. Birinci ədədimiz, ikinci ədədimiz. Sonra rəqəmləri deyir fərqli olsun, 3 rəqəmli olsun. Ən böyüyünü soruşur bizdən. Ən böyüyünü bilmirəm, yazıram x, ən kiçiyində ən böyüyünü soruşduğuna bizdən böyüyə x verib, deyənlə ən kiçik 3 rəqəmli ədədi götürməliyəm. Amma şərtdə bizə nə deyir? Rəqəmləri fərqli olsun. Ən kiçik 3 rəqəmli ədədimiz neçədir? Uşaqlar 100. Amma məndən rəqəmləri fərqli olsun. 100-ün rəqəmləri fərqli deyil. 101. Yəni orada təkrarlama var. Demək, götürəcəm nə? 102. Bunların deyir cəmləri deyir 210 olsun. Baxaq indi. X tənliyi həll elə. Üstə gəlmək 102 bərabərdir 210. Buradan x-i tapanda neyniyəcəm uşaqlar? 210-dan çıxacam 102-ni. Ondan 2 çıxanda 8, 0, 1, 108. Bizdən indi ən böyük ədədi soruşur. 2 dənə ədəd var idi. Biri 102 idi. Tapmışdıq. Ən böyüyü neçə olacaq? X bərabər olacaq 108. Ən böyüyünü də bizdən soruşur. Ən böyüyü də nə oldu? 108 D bəndi. Bax uşaqlar, bu formada tənliklə eləməklə rahatlıqla tapmaq olar. Sonra baxaq 43-cü sualda nə deyir bizə? Deyir ki, çıxma əməlini yerinə yetirin. Çıxma əməli verilib bizə 6421-dən çıxmalıyam 592-ni. 11-dən 2-ni çıxıram, qalır 9. Sonra 11-dən 9-u çıxıram, qalır 2. Sonra buradan götürmüşəm 13-dən 5-i çıxıram 8. Bu da 5. Bu da qalacaq 5820. Kiçildi. 5829 hansı bənddə verilib bizə? D bəndində. Sonra 44-cü sualımızda nə istəyir bizdən? Deyir ki, 951 kiçikdir y. O da kiçikdir 972 şərtini ödəyən y-in ən böyük qiyməti ilə ən kiçik qiymətinin fərqini tapın. Aha. Yazaq buradan. 951 kiçikdir y-dən. Y də kiçikdir 972-dən. Bunun indi ən böyük, y-in ən böyük və ən kiçik qiyməti məndən soruşur. Y-in ən böyük qiyməti necə olacaq? 952. Aha, 951-dən böyükdür. İndi bunun y-in ən kiçik qiyməti oldu 952. Ən böyük qiyməti necə olacaq uşaqlar? Bax, 972-dən kiçik. Hansı rəqəmdir? Ədəddir daha doğrusu. 971. 971. Bizdən bunun nəyin soruşur? Fərqin soruşur. Bax, dəqiqə, bunu burada yox. Burada yazacaq. Bax, bu y-in ən kiçik. Bu da y-in 971. Ən böyük, ən kiçik və ən böyük qiymətidir. İndi bunların bizdən fərqini soruşur. Yəni 971-dən çıxmalıyam. 952-ni 11-dən 2-ni çıxıram 9. 6-dan 5 1. Neçə qalacaq? 19 D bəndi. Sonra növbəti sualımız hansıdır? 45-ci sualda görək bizə nə deyir. 45. 7519
Üstə gəlsin 9628 böyükdür ulduz. Bərabərliyində ulduz simvolunun yerinə yazılacaq ən böyük ədəd neçədir? Toplama əməlini icra eləyək. 7519 üstə gəlsin 9628. 9-8 gələndə eləcə 17, 3, 4, 11, 16, orada da bir 17. 17147. Simvolun yerinə bu ədəd kiçikdir ulduzdan. İndi ulduzun yerinə yazılacaq ən böyük ədəd neçədir? Bundan bir vahid balaca ədəd. 171.000 yox 17146. 17146 hansı bənddə verilib? C bəndində verilib. Baxaq növbəti 46-cı sualda görək nə deyir bizə. Burada bir sxem çəkilir. Verilən toplam əməlinə görə 4 bucaq üstə gəl, 3 bucaq üstə gəl, ulduz cəmi neçədir? Yazaq. 5 8 bucaq 4 9 3. Baxın uşaqlar, indi bu toplam əməlini eləyib simvolları tapaq. 8-in üstünə 3 gəlirəm, eləyir 11. 1 yazmışam, 1 yadda. İndi mən 9-un üstünə neçə gələndə? 9-un üstünə 4 gələndə eləyir 14. Yadımda da 1 var. Daha doğrusu 9-un üstünə 4 gəlməliyəm ki 13 eləməlidir. Yadımda da 1 var. Onu da qoymalıyam ki 14 eləməlidir. Demək 9-un üstünə 4 gəlməliyəm. Burada 4 bucaq olacaq 4. 4 bucaq oldu 4. Sonra yadımda 1 var yenə də. Sonra 5-in üstünə 4 gələcəm. Eləyəcək 9. Yadımda da 1 var. Eləyəcək 10. Demək ulduz neçədir? 0-dır. Sonra 7-nin üstünə neçə gəlməliyəm mən kimi 14 eləməlidir. Yadımda da 1 var. 7-nin üstünə 6 gəlməliyəm ki 13 eləsin. Yadımda da 1 14. Demək 3 bucaq da neçədir? 6-dır. İndi bunların məndən cəmi soruşur. 6 üstə gəlmək 4 üstə gəlmək 0 bərabərdir 10. Bunların cəmi neçə eləyəcək? 10. A bəndində verilib. 47-ci sualda nə deyir bizə? 47-ci sual. Deyir 2 toplanandan biri 37 vahid. 2 toplanandan birini 37 vahid azaltsaq, digərini isə 15 vahid artırsaq, cəm necə dəyişər? Uşaqlar, toplananda nə idi? Toplanan komponenti, bu da cəm idi. Deyir, toplananlardan birini 37 vahid azaltdım. Azaldanda yəni çıxmaq olur da. 37 vahid azaltsam, digərini 15 vahid artırsam isə əlavə etsəm, yəni nə 15 vahid. Deyir, cəm necə dəyişər? Baxaq uşaqlar, bax biri mənfidir, azalıb, biri müsbətdir. Bu biz tənlikdə qaydalarda öyrənəndə demişdik ki, hansı böyükdürsə, ondan digər ədədin biri mənfi, biri müsbət olduqda baxırıq. Hansı böyükdürsə, ondan digərini çıxıb böyüyün işarəsini saxlayıram. Demək mən burada 37-dən 15-i çıxmalıyam və 37-nin işarəsini saxlamalıyam ki, 37 15-dən böyük ədəddir. Buradan çıxanda 37-dən 15 çıxanda 7-dən 5 2, bu da 3-dən də 1 2. Demək neçə oldu? Biraz 2. Qabağına da böyüyün işarəsini qoyuram. 22. İndi demək bizdən nə deməli? Yeni cəm necə dəyişər? 22 vahid azalar. Hansı bənddə olacaq? D bəndində. 48-ci sual. Nə deyir bizə 48-ci sualda? Amalın atasının bank hesabında 19.380 manat pulu var. O qiyməti 13.478 manat olan maşın alarsa nə qədər pulu qalar? Aha.
19.000. Bankda bu adamın 19.380 manat pulu var. 13.478 manat qiyməti olan maşın alıb. 13.478 manat qiyməti olan maşın alıb. Görək bunun yerdə nə qədər pulu qalıb. Ondan 8 çıxıram 2. Burada 7 qalıb 0. 13-dən 4 çıxanda qalacaq 9. Burada qalıb 8. 8-dən də 3 çıxanda 5. 5902 manat bu adamın pulu qalıb. Hansı bənddədir? D bəndində. 49-cu sualda görək nə deyir bizə? 49-cu sualda deyir ki 437.681 çıxılsın. Ulduz qalıb 90.468. Deyir, ulduz simvolunun yerinə yazılacaq ədədi modeldə göstərin. Bax, tənlik kimi həll edirik də. 437.681-dən çıxıb ulduzu qalıb 90.468. 468 necə tapıram? Ulduzu saxladım burada. Bərabərdir. 37.681-dən çıxacam 90.461 düz çıxdıq 468. Aha. 11-dən 8 çıxıram 2, 7-dən 6-nı çıxıram 1, 6-dan 4 2, burada 7, 13-dən 9 çıxıram 4, bu da 3. Nə qalır? 34.374.7212. İndi bizdə deyir ki, modeldə göstərək bu ədədi. Modeldə baxırıq ki, modeldə hansı 3-dür? Bax, buradakı 3-dür. Sonra 4 olmalıdır, sonra 7 olmalıdır. Yaxınlaşdırıb sayaq bunu A-nı. Demək, baxaq variantların hamısına. Demək, burada D olmaz. D olmayacaq çünki birinci ədədimiz 3 olmalıdır. Burada 1 yazılıb. D olmayacaq. Baxıram C-yə. C-də birinci 3 gəlir, amma ikinci 4 olmalıdır. Gəlmir. Demək, bu da olmayacaq. Baxıram B-yə. B-də düz gəlir 3-dür, sonra 4-dür, sonrası 7 gəlməlidir. Demək, bu da olmayacaq. Demək, burada qalır bizim hansı variantımız? A variantımız. Bax, 3-dür, bəli. Sonra ikinci abaqda 4-dür, 7-dir, 2-dir, 1-dir. Axırdakı da ki, neçədir? Biz burada birinci səhv yazmışıq. 11-dən 8 çıxanda uşaqlar 2 yox, 3 qalır. Aha, A bəndi bizim sualımızın doğru cavabıdır. Sonra keçək 50-ci sualımızda görək nə deyir bizə. Deyir ki, olarsa 3 bucaq çıx, ulduz fərqi neçədir? Aha, gəlin tapaq. 3 bucaq çıxılsın 6214 bərabərdir 7347. Uşaqlar, azalanı tapmaq üçün, azalan ən böyük komponent olmalıdır. Azalanı tapmaq üçün nə etməliyik? Fərqlə çıxılanı toplamalıyıq. Demək, 7347-nin üstünə gəlməliyəm. 6214. Yeddinin üstünə 4-ü gəlirəm edir 11, 5 burada 6, 5 bu da 13. Sonra nə soruşur birdən digərini tapaq. İndi bax burada biz 3 bucağı tapdıq 13561. Digər ulduzu tapmalıyam indi. Ulduzu da tapanda nə edəcəm? Yenə həmin də azalanı burada azalanı tapmaq üçün fərqlə çıxılanı toplamaq lazımdır. 2193-ün üzərinə gələcəm. 1802-nə gələcəm üstünə. 5, 9,
9, 9, 3. Bax, bu da bizim oldu nəyimiz? Ulduzumuz. Bu bizim üçbucaqımızdır. Bu da bizim ulduzumuzdur. Bunların indi bizdən üçbucaq çıx ulduzun fərqini istəyir bizdən. 13.561-dən çıxacam. 3.995-i 11-dən 5-i çıxıram. Nə qalır? 6. Sonra burada qalıb 6-nı götürmüşəm. Burada qalıb 15. 15-dən 9-u çıxanda qalacaq 6. Sonra buradan da 14-dən 9-u çıxanda qalacaq 5. Burada da nə qalıb? 12-dən də 3, 9. 9566 hansı bənddə verilib? C bəndində. Sonra növbəti hansı sualımızdır? 51-ci sualımıza baxaq. Nə deyir bizə 51-ci sualda? Deyir ki, KLMN çıxılsın 4414 qalıb 2539. Bu da eyni ilə uşaqlar. Bizə bir bu azalandı. KLMN azalandı. 4414 çıxılandı. 2539 da fərqdir. Yenə də KLMN-i tapmaq üçün neynəməliyəm? 4414-ün üstünə gəlməliyəm. 2539-u. 4-ün 9-un üstünə 4, 13, 5, 9, bu da 6. 6953 elədimi? Deyir, verilmiş çıxma əməlində KLMN ədədini tapaq. Bu da elədi 6953 A bəndində doğru verilib. Sonra 52-ci sualda görək nə soruşur bizdən. Deyir ki, A, B, C, D toplam əməlidir. LMNR. Yukarıda toplam əməlində ABCD ədədini 100 vahid artırsaq, LMNR ədədini nə qədər azaltsaq deyir. LMNR ədədini 50 vahid azaltsaq cəm dəyişər, bizdən soruşur. ABCD ədədi 100 vahid artırdım. Artırdım 100 vahid. Üstə LMNR ədədini 50 vahid azaltdım. Bunu da 50 vahid azaltdım. Cəm deyir dəyişər. Bəli. Bax, bayaqki misal kimidir. Burada ABCD, LMNR ədədinin heç bir önəmi yoxdur. Yəni uşaqlar, belə deyim ki, toplama çıxma əməlində azaltsaq, artırsaq deyəndə nə qədər azaldıb, nə qədər artırıb, bax onlar üzərində işləyirik. Yəni orada ABCD-nin yerinə rəqəm ədəd də versə belə, yenə bu formada edəcək. Yəni oradakı bu ədədlə işimiz olmayacaq. Baxın uşaqlar, indi burada necə etdik bayaqları? Biri çıxmadı, biri toplamadı. Nə dedik? Böyükdən kiçiyi çıxırıq, böyün işarəsi qalır. Demək, 100-dən 50-ni çıxacağım, qalacaq 50. Böyün işarəsi müsbət olduğuna görə demək, nə olacaq bu? Müsbət 50. Demək, nə deyəcək? Deyəcək ki, 50 vahid artar. Bəli, 50 vahid artar hansı bənddədir? C bəndində. Sonra növbəti sualımız, 53-cü sualımızda görə nədir bizə? Deyir ki, yaxınlaşdıraq biraz. Mağazaya birinci həftə 920 kiloqram, ikinci həftə isə birinci həftədən 999 kiloqram çox şəkər tozu gəlmişdir. İkinci həftə mağazaya neçə kiloqram şəkər tozu gəlmişdir? Birinci həftə nə qədər gəlib uşaqlar? 920 kiloqram. İkinci həftə nə qədər gəlib? Birinci həftədən 999 kiloqram çox. Demək, 920-dən 999 kiloqram çox gəlib. 9, 11, 18, bu da 19. İkinci dəfə nə gəlib? 1919 kiloqram gəlib. Bizdən də nə soruşur? İkinci həftə nə qədər gəlib onu soruşur. B bəndə. 54. Burada bizə nə deyir? Deyir 54-də. Yazaq bura 54.
Deyir, hansı bənddə cəm əvəzləmə üsulu ilə tapılmışdır? Əvəzləmə üsulu nədir? Yəni uşaqlar əlverişli üsulla tapılmışdır. Yəni ki, yuvarlaq ədədlərə yaxınlaşdırıb o formada hesablama eləyəndə, toplayanda və yaxud çıxanda bizim üçün nə olurdu? Ən asan olurdu da, daha əlverişli olurdu. Və əvəzləmə üsulundan deyəndə ki, əvəzləmə nədir? Yəni birinə verirəmsə, digərindən də o qədər, birinə nə qədər verirəmsə, digərindən də o qədər çıxmalıyam ki, cavabın düzgün alınsın. İndi baxaq burada biz variantlara. Görək hansı variant da uyğundur. Yəni ki, burada da uşaqlar, bunları tapmaq üçün nə etməliyik? Əvəzlənmə üsulunda baxmalıyam ki, necə əvəzlənib. Yuvarlaq ədədlərə tamamlanıb çıxılıbsa, demək bu doğru əvəzləmə olacaq. Burada da baxıram ki, A variantı daha doğrudur. Çünki bura baxın uşaqlar, 2198 üstəgəl 313-dür, hə? 2198-i neyniyib? Tamamlayıb ən yaxında. Ən yaxını tamamlayıb 2200, ən yaxın yüzlüyə tamamlayıb burada. Üstünə 2 gəlib. Digər 313-dən də demək mən 2-ni çıxmalıyam ki, mənim toplama əməlim düzgün alınsın da. Bax 2 gəlib üstünə olub 2200, 313-dən də 2 çıxıb qalıb 311. Toplayanda da 250 var. Buradakı cəmlərin hamısı doğrudur. Yəni doğrudur. Amma burada bir var ki, əvəzləmə. Məsələn, 174 üstə gəlməyi 1963-ü niyə mən götürə bilmirəm? Çünki bunu yuvarlaq ədədlərə tamamlamayıb, yaxınlaşdırmayıb. Yəni burada elə yəni necə əvəzlənməni doğru aparmayıb. Məsələn, mən 174-ü burada bir çıxmalı deyildim. Yəni tamamlamaq üçün nə etməli idim? 174-ü ya 170 eləmi, ya 4 çıxmalı idim, ya da üstünə gəlməli idim ki, hansısa onluğa tamamlayım. Aydındır? Bax bu formada olunmalıdır. Burada doğru cavab olacaq 30, 54-də olacaq A bəndi. Sonra 55-ci sualda nə soruşur bizdən? 55-ci bir sualda bizə deyir ki, 3, 4, 8, 0, 7 bir rəqəmlərindən yalnız bir dəfə istifadə etməklə yaranan ən böyük və ən kiçik 6 rəqəmli ədədi yüzlüklərə qədər yuvarlaqlaşdırıb toplasaq cəm neçə olar? 3, 4, 8, 0, 7 bir ədədindən bir dəfə ən böyük ədəd düzəltməliyik. Bir dəfə də ən kiçik ədəd düzəltməliyik. Ən böyük ədəd düzəltmək üçün baxıram ki, ən böyüyü 8 qoymalıyam. Sonra 8-dən sonra 7-ni, daha sonra 4-ü, sonra qoymalıyam 4-dən sonra 3-ü, 1-i, 0-ı. Ən kiçiyi düzəltmək üçün sonra bunları yuvarlaqlaşdıracağam. Ən kiçiyi düzəltmək üçün ən kiçiyi 0-dır. 0-ı əvvələ qoya bilmirəm. Demək 1-i qoymalıyam. 1-dən sonra 0-ı qoyacağam. Sonra gəlir 3, sonra gəlir 4, sonra gəlir 7, daha sonra 8. Ən kiçik ədədim də budur. Sonra bunları məndən neçəyə qədər yuvarlaqlaşdırmağımı istəyir? Yüzlüklərə qədər yuvarlaqlaşdırmağımı istəyirsə, demək yuvarlaqlaşdıranda 874.300 bu olacaq. 103.500 də bu olacaq. Sonra bizdən nə istəyir? Yuvarlaqlaşıb toplasaq. İndi bunları məndən toplamağımı istəyir. 0, 0, 8, bu nədir? 7, bu da 7, bu da 9. Görək, doğru elədikmi? 977.800. Bəli, D variantında verilib. Baxaq, növbəti 56-cı sualda nə istəyir bizdən? 46.875 üstəgəlmə 3468 verilmiş ifadədə toplananları ən yaxın yüzlüyə qədər yuvarlaqlaşdırsaq cəm necə olar? Toplananları ən yaxın yüzlüyə qədər. Baxaq indi. 46.875. Yuvarlaqlaşdırım. Yüzlüyə qədər yuvarlaqlaşdır mənə deyir. 46, bu olacaq 900. Digər toplananım nədir? 3468-i də yüzlüyə qədər yuvarlaqlaşdıram, olacaq 3500. Bunlar cəm deyir neçə olar? Cəm soruşanda
0 0 9'un üstüne 5 geldi 14. Bu da 10, bu da 5. 5 50.400 harda verilib? A bəndində. Sonra 57-ci sualımıza baxaq. 57. Ne deyir? Deyir M bərabərdir 3718. M bərabərdir 10.509 olarsa M plus 126.347 ifadəsinin qiymətlərini hesablayın. Aha. M bir dəfə 3718 olacaq. Bir dəfə də 10.509 olacaq. Gəl hesablayaq. 126.347 347 718 15 5 6 bu 10 9 bu da 10 bu da 13 bir dəfə də bunu gələcəm. Üstünə 7 gələn deyəcək 16 5 8 6 13. Bir dəfə olacaq 130.065, bir dəfə də 136.856. Hansı bəndədir? 130.065 36.856 olacaq A bəndində. 58-ci sualda görək bizə nə deyir? 58. Deyir ki, istirahət mərkəzinə hər il bir öncəki ildən 1345 nəfər çox turist gəlir. Birinci il 936 nəfər gələrsə 4 ilin sonunda istirahət mərkəzinə neçə nəfər turist gəlmiş olar? Aha, 4 ilin sonunda isə hər il bir öncəki ildən 1345 nəfər. Burada bizə lazımdır birinci il, ikinci il, üçüncü il, bu da dördüncü ilin sonu deyir bizə. Hər il, birinci il nə qədər gəlib? 936 gəlib. İkinci il bundan 1345 nəfər çox gələcək. Hər il 1345 nəfər çoxaldılar da. 1345. 45-in üstünə gələcəm. 936-nı 11, 8, 12, bu da 2. 2281. İkinci il 2281. Üçüncü ili tapmaq üçün bunun üstünə gəlməliyəm. 1345. 1345. 6, 12, 5, 6, bu da 3. 3626. Üçüncü il 3626. Dördüncü il bunun üstünə gəlməliyəm. 1345. 1345-i gəlməliyəm bunun üstünə. 11, 7, 9, 4, 4971. Dördüncü il nə qədər turist gələcək? 4971. Bu açıq sualdır uşaqlar. Bunun cavabı olacaq bu. Sonra 59-cu suala baxaq. Görək nə deyir 59-cu sual bizdə. Bir ambarda 4321 kiloqram buğda, 1234 kiloqram arpa, buğda və arpanın cəmindən 2346 kiloqram az, çovdar var. Ambarda cəmi neçə kiloqram taxıl var? Aha, bunlar hamısı bir yerdə. Nə gedir uşaqlar? Taxıl gedir. Demək, 4321 kiloqram buğda var. Buğda və arpanın cəmindən 1234-də arpa var. Bax, 4321. Buğda və arpanı toplayacağım. 1234 5 5 5 5555 çovdar var. İndi məndən bunların cəmini soruşur. Mən 5555-in üzərinə gələcəm 4321 1234. Bunların cəmini soruşur məndən. 10 5 2 7
3, 10. Orada da bir 11. 8, 10. Orada da bir 11. 9, 10. Orada da bir 11. Nə qədər var uşaqlar? 11.110 kilogram. Nə qədər var imiş cəmi? Taxıl var imiş. Üçü bir yerdə. 60-cı və sonuncu sualımıza baxaq. Deyir ki, 2 ədədin cəmi 7341-dir. Böyük ədəd 5275-dən 1248 vahid kiçik olan ədəd olarsa, kiçik ədəd neçədir? Deyir, 2 ədədin cəmi 7341-dir. Böyük ədəd 5275-dən 1248 vahid kiçik olan ədəd olarsa. Baxaq, 5275-dən 1248 vahid kiçik olan ədəd görək hansıdır? 15-dən 8-i çıxıram. Aha, belə deyir də, bu ədəd. Bəli. 5-dən 8 çıxıram, qalır 7. 6-dan 4 çıxıram 2. Burada 0, burada da 4. Demək, böyük ədəd. Bizim böyük ədədimiz bax budur. Böyük ədədimiz 4027-dir. Aha. Kiçik ədəd neçədir? 2 ədədin cəmidir 7341-dir. Aha. Bu 2 ədədin cəmi də 7341-dir. Demək, mən 7341-dən də çıxmalıyam 4027-ni, kiçik ədədi tapmalıyam. 11-dən 7-ni çıxanda 4, 3-dən 2 çıxanda 1, 3, bu da 3. Neçə olacaq? Bizim kiçik ədədimizdə 3314 olacaq. Kiçik ədəd neçədir? 3314. Aha, uşaqlar, bu da izə monitoringimizin olan 4-cü sinif üçün olan monitoring 2-nin riyaziyyat suallarının izahı. Diqqətlə baxıb qeydlər də götürməyi unutmayın. Sağ olun.